Deməli, şübhə ilə vəsvəsə arasında fərq var. Bunlar bəzən qarışdırırlar. Ona görə İmam Buxari rahimehullah səhihində belə bir bölüm açır ki, "Mən ləm yaral vasavis və qeyrəha minə şubuhat." Bölümün adı budur ki, vəsvəsələrin və bu qəbildən olan şeylərin, yəni nə? Məsələn, dində xırdaçılıq etmək və s. Bu kimi şeylərin şübhəli şeylərdən sayılmaması bölümü. İmam Buxari rahimehullah demək istəyir ki, bu vəsvəsəçilik var və ya dində xırdaçılıq etmək, bu vara deyil. Yəni, özünü allatma. Bəzən olur ki, insan özünü alladır. Və ya bəziləri var, bundan da betər, vəra adı ilə harama özü üçün yol açır. Necə? Alimlərdən birinə gəlib biri sual verir. Deyir ki, qadın, deyir ki, mənim ərim anasının sözünə baxaraq məni boşamaq istəyir. Yəni, anası oğluna deyir ki, onu boşa, yaxşı gəlin deyil. İndi bu oğul anasına itaət etməlidir ya, yox. Alim də gözü açıq olur. Nə deyir? Deyir, görəsən o oğul hansı oğullardandır? Bu məsələdə anasına tabi olub, başqa məsələdə anasının üzünə ağ olanlardan. Ola bilsin, o tanıyır. Baxıb ki, əslində bu sualda adı çəkilən şəxs heç valideyninə itaət edən adam deyil. Sadəcə olaraq onsuz da arvadını boşamaq istəyirdi, əlinə fürsət düşüb. Ana da onun sözünə müvafiq olub, indi özünü fədakar oğul kimi göstərir. Vəra əhlidir. Allahu Akbar. Bəzən də belə olur. Fikir verirsiniz. Bu şeytanın sağdan gəlməsidir. Biz həmişə deyirik. Şeytanı həmişə soldan gözləmə. Sağdan da gəlir axı. Və bəzən də Allah qorusun insanları vəra adı ilə aldadır.